Salam əziz və dəyərli izləyicilərim. Bugünkü videom selen haqqındadır. Çox vacib bir orqanizmimiz üçün çox vacib bir mineral olan selen haqqındadır. Bəzən elə insan ola bilər ki, deyər ki, selendir da, çatmır orqanizmimdə. Yox, dediyim kimi çox vacib bir mineraldır. Hansı ki zobumuzun bir mənalı şəkildə selenin rolu çoxdur orqanizmimizdə. Ən böyük rolu zobumuzdadır. İndi də bilirsiniz ki, son zamanlar zobundan əziyyət çəkənlər çoxdur. Cürbəcür zob növləri var. Zəhərli, zəhərsiz, kista olan, düyünlər olan, nə bilim, Hashimoto, tənbəl zob və s. saymaqla bitmir. Bu bizim immun sistemimizlə əlaqəli bir şeydir. Yəni ki, zob rus dilində də şitoidная железа görürsüz adından da məlumdur. Belə deyim də, Azərbaycan dilinə çevirəndə qalxanavari vəz. Qalxan nədir? O müharibədə özlərini qoruyurlar qalxanla. Bax, o rolu oynayır. Həqiqətən də balaca bir orqan olmağına baxmayaraq çox böyük rol oynayır bizim həyatımızda. Xəstəliklərin bir çoxu ilə onunla əlaqədar olur. Əgər zob qaydasında olmasa, yenə də deyirəm, hansı növ zob olur olsun, zob qaydasında deyilsə, artıq bizdə həm qəbizlik baş verəcək, həm baş ağrıları, həm halsızlıq, həm depressiya, stres, saymaqla bitməyən işlər olur ki, hormonal dəyişikliklər olur bir sözlə və bu selenin də çatışmamazlığı olanda zobumuzda ümumi orqanizmimizə təsir eləyir, ən çox da zoba təsir eləyir. Və selenin çatışmamazlığını laborator şəraitdə öyrənə bilərsiniz, analiz verib. Amma belə cürbəcür bilirsiniz ki, şeylər olur ki, evdə onları öyrənə bilərsiniz. Yenə də deyirəm, amma laborator vəziyyətdə də öyrənməyiniz şəraitdə yaxşıdır. Belə 3%lı pereksi götürürsünüz, ev şəraitini bilmək istəyirsinizsə, götürürsünüz 3%lı adi 3%lı pereksi, pambıq və o pereksi əlavə edirsiniz pambığa, barmağınıza, sadəcə olaraq barmağınıza bir neçə saniyə barmağınızda saxlayırsınız. Baxın, saxladıq, görürsünüzmü, nə ağrılı bir şey deyil, amma faizi yüksək olan pereksdən getmir söhbət, 3%lı pereksdən gedir. Saxlayırsınız, götürürsünüz. Əgər barmağınızda selen qalırsa, selenin nədir, ağ işarə qalırsa, üzürlü sayın, ağarır pereksdən. Ağarırsa, demək ki, sizdə selenin çatışmamazlığı var. Amma ağarmırsa barmağınız, demək ki, seleniniz qaydasındadır. Əgər qaydasında deyilsə də, çox xahiş edirəm, buna diqqət eləyin. Zobunuzun qaydasına düşməyi bir mənalı şəkildə selenden asılıdır. Sonra gedir maqni və qanınız aşağı düşməmək və s. Seleni isə qaydasında saxlamaq üçün bir çox şeylər var. Yəni bunu həkim şəraitində həkiminiz sizə deyə bilər hansı dərmanı ata bilərsiniz, selen tərkibli. Bunu özünüz bilərsiniz. Mən amma nə qrupumdakı xanımlara, nə özümüzə rəva bilmədiyim üçün bu qida əlavələri də olsa, vitaminlər, nə olur olsun, selen, maqni, mən çalışıram ki, bunları türkə çarələrlə, Allah hər bir şeyi səbəblə yaradıb. Çünki əvvəllər aptek olmayıb, kimyəvi qatqılı bir çox dərmanlar olmayıb. Ona görə də mən heç sevmirəm onları. Əgər istəyirsinizsə selenlə bol, selen belə nətər deyimi, orqanizminizi selenlə doldurmaq istəyirsinizsə, yəni balansını düzəltmək istəyirsinizsə, üzürlüsən, bəzi sözlər məndə çətin alınır. Bu da çox rus dilində oxuduğum kitablardan irəli gəlir. Bu başdan hamınızdan üzr istəyirəm. Seleni orqanizminizdə düzəltmək üçün siz yeyə bilərsiniz gündə 2 dənə Braziliya fındığı. Qoz fındıq ləpəsi satılan yerdə satılır. Çox yemək olmaz. Amma gündə 2 dənə Braziliya fındığından yesəniz, ekrana şəklini qoyacağım. Yesəniz, sizdə bu inanın ki, düzgün qaydasında olacaq seleniniz. Başqa şeylərdə də var. Məsələn, qreçkada var selen, balıqda var, dəniz məhsullarının hər növündə var. Amma bütün bunlara baxmayaraq ən çox, ən güclü seleni soruşmaq istəyirsinizsə, gündə 2 dənə Braziliya fındığı yeməyiniz mütləqdir, vacibdir. Başqa şeylər də sizə endokrinoloqunuz deyəcək. Yəni, bugün mən sizə, baxın, barmağımda ağarma olmadı mənim. Bugün sizə ev şəraitində seleni necə yoxlamağı öyrətdim və vacib bir mineral olduğu haqqında sizə məlumat verdim. Mənim əzizlərim, əgər tam sağlam həyat tərzi yaşamaq istəyirsinizsə, gözəlliyinizə gözəllik gəlməyini istəyirsinizsə, mənim gözəl bacılarım, artıq hamıya səs salmışam. Hətta dəyərli qardaşlarım, sizlərə də səslənirəm.
İstəyirsinizsə ki, qəbizlikdən, qazdan, köpdən canınız qutarsın, qaraciyər yüklənməsindən canınız qutarsın. Çünki qaraciyər yüklənirsə, birmənalı şəkildə su da içsəniz belə köpürsünüz. Amma sizə bir çox diyetologlar deyə bilərlər ki, siyana çayı için, acılıq otu için, maqni sulfat dozu için. İnanın ki, bu həll yolu deyil. Bunu mən də deyə bilərəm sizə, amma bir mütəxəssis olaraq, nutrisiolog, diyetolog olaraq bilirəm ki, bunlar həll yolu deyil. Onlar dəhşət saçır, bağırsağınızın mikroflorası pozulur, selikli qışası zədələnir. O qədər tənbəlləşdirirsiniz ki, bağırsaqlarınızı, artıq klizmaya belə təsir göstərmir bağırsağınız. Amma tam sağlam bir şəkildə bağırsağınızın saat kimi işləməsini istəyirsinizsə, qrupuma qoşula bilərsiniz. Gözəllərim, sizə elə bir peelinglər atacağım ki, üzünüz par-par parıldayar. Saçınızın gözəlliyinin sirrini öyrədəcəm, dırnaq göbələyindən azad olmağın sirrini öyrədəcəm və daha nələr xanımlar qrupda deyirlər ki, Məryəm xanımın gözəllik və sağlamlıq ordusu. Siz də bu orduya qoşulmaq istəyirsinizsə, cəmi bircə dəfə 20 manat ödəyəcəksiniz. Düz eşitmisiniz? Hər ay ödəmirsiniz. Bircə dəfə 20 manat ödənib, qrupuma gələnlər də hamısı bircə dəfə 20 manat ödəyiblər və o qədər də razıdırlar ki, Allah onlardan da məndən də razı olsun və mən bu hala çox sevinirəm ki, dərmanlardan insanların canı qurtarır. Mən sizə heç nə satmayacağım. Çünki arıqlama, çay arıqlama kofeləri bunlar dəhşət saçır. Özümə rəva bilmədiyimi sizə rəva bilmərəm. Nömrəni videonun üstündə qoymaq olmur. Ona görə də səsli şəkildə deyəcəm. Necə deyirəmsə, necə tələffüz edirəmsə o cürə yaddaşa salın. Bəzən TikTok səhifəmdə, Instagramda, YouTube'da şəxsimə yazırsınız ki, Məryəm xanım, nömrənizi yazırıq, WhatsApp-ınız çıxmır. Bəs o birisi xanımlar, bəylər necə tapıblar? Çünki düzgün yazıblar nömrəmi. Üstə gələk 7 901 288 26 94. Heç bir əlavələr etməyin nömrəyə. Nə əvvəlinə, nə ortalarına. Əgər yenə də deyirəm, məsləhət özünüzündür. Kimin əli gəlirsə özü üçün qıyır 20 manatı, gəlir qrupuma. Bu saydığım, sadaladığım gözəllikləri, özəllikləri əldə edir. Mənim əzizlərim, şükürlərinizi bol-bol edin ki, şükürləriniz çoxalsın. Şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.